Fitoterapevt bilmədiyi şeyi necə izah edə bilər? Fitoterapevt heç bundan xəbəri yoxdur. Hamı yerindən duran həkimlik edir. Adi bir satıcı müalicədir. Bioloji aktiv maddələrin davamlı şəkildə reklamı gedir. 45-50 manatdır dərmanlar biri. Dünyanın heç bir yerində xəstə gedib aptekdən reseptsiz dərman ala bilməz. Polivitamin yazan həkimlər böyük bir cinayət edirlər. Olmaz. Salam aleyküm dəyərli izləyicilər, dəyərli dostlar. Bugün çox dəyərli bir qonağımız var. Sumqayıt 4 saylı şəhər xəstəxanasının terapiya şöbəsinin müdürü, həkim terapevt Mətanət Səfərova. Xoş gəlmisiniz. Təşəkkür edirəm. Salam aleyküm. Aleyküm salam. İzləyicilərimizlə də uca Allahın salamı olsun. Özünüz haqqında məlumat verərdiniz. Ümumiyyətlə terapiya nədir? Terapevt kimdir? Bu sahədə neçə ildir bu sahədəsiz? 14 ildən artıqdır terapevt işləyirəm və terapiya mənim ən sevdiyim və dəyişmədiyim, həvəslə məşğul olduğum bir sahədir. Terapevt yeganə sahədir ki, insan orqanları haqqında tam məlumatlıdır. İnsanın fiziologiyası, patfizi haqqında tam məlumat əldə edir. Bütün orqanları bura aiddir. Bəli. Yəni daxili xəstəliklər. Can həkimi, belə deyək. Bəli, daxili xəstəliklər. Bütün əhatə edir. Yəni Türkiyədə daxiliyə deyilən bir fakültə, bizdə isə terapiya kimi adi səslənə bilər. Amma terapevt yeganə sahədir ki, insan orqanizmi haqqında tam məlumatlıdır. Və hər bir terapevt insanın şikayətlərini sadəcə dinləyərək və onu müayinə edərək 15-20 dəqiqə ərzində heç bir instrumental müayinənin hələ qoymadığı diaqnozları 15 dəqiqə ərzində qoymağa qadir olan bir sahədir. Sadəcə dinləyərək xəstədən. Xəstəni dinləyir, şikayətlərini dinləyir, və onun müayinəni edir və klinisist olaraq, yəni illərin təcrübəsi sayəsində o şikayətlər əsasında diaqnozu tam qoyur. Yəni bizim göndərdiyimiz müayinələr sadəcə olaraq bizim diaqnozumuzu təsdiqləmək üçündür. Biz hər bir xəstə 15-20 dəqiqə ərzində qoyuruq və terapevtin birinci vəzifəsi diaqnostikdir. Yəni daxil olan xəstənin, pasiyentin diaqnozunu araşdırmaq və ondan sonra ikinci etapda isə həmin xəstənin terapiya ilə bağlı müalicə təyin olunması və yaxud da ki, digər sahələrə yönəldilməsi artıq təyin olunur. Yəni terapevt hər bir pasiyentin ilkin müraciət elədiyi kabinet olmalıdır. Və ona görə də illərdə əvvəllər belə idi. İlk xəstə, ilk şikayət olanda pasiyent ilkin olaraq hara müraciət edirdi? Terapevtə. Amma son 7-8 il ərzində bu tendensiya dəyişdi. Məsələn, ürəyi ağrıyan kardioloqa müraciət etməyə başladı. Baş ağrıları olan nevroloqa müraciət etməyə başladı və digər şikayətlər. Amma bəzən o ki, daxili xəstəliklərlə bağlı şikayətlər kardioloji ürək şikayətləri verə bilər, baş ağrıları verə bilər, böyrək şikayətləri verə bilər və bu xəstələr, pasiyentlər sırf dar ixtisas üzrə yönəldiklərinə görə onların əsas şikayətləri gizlənir və əsas diaqnozlar gizlənir və o xəstələr bizim yanımıza 5 aydan 6 aydan sonra daha çox ağırlaşmış formada gəlir. Ona görə də indi icbari sığorta, tibbi sığorta elə bir təşkil edib ki, hər bir pasiyent ilkin olaraq terapeftə müraciət edir və terapevtik kabinetdə olan xəstə tam müayinədən keçdikdən sonra onun ikinci etap hansı müayinədə olmağı məhz terapevt tərəfindən təyin olunur. Bu, müalicənin sxeminin, müayinə prinsipinin düzgün olmasını göstərir. Belə deyək də, terapevt həm də ümumi həkimdir. Bəli, ümumi ilkin müraciət olunacaq. Can həkimidir, terapevt belə deyək də, ən yaxşı halda bədənin ustasıdır. Necə maşın ustası var, necə ev ustası var. Terapevt sırf bədən ustasıdır. Yəni, terapevt bədəndə gedən bütün problemləri oxuyub, aşkar edib, analiz edib, dəqiq diaqnoz qoyub, müalicə etməyə qadir olan bir sahədir. Təşəkkür edirəm. Mətanət xanım, belə bir sual verim. Burada maraqlı suallar yığmışam. Bəli. Deməli, bunu qeydləyim. Deməli, hipertoniya, yüksək təzyiq. Bəli. Belə deyək, 3 nəfər insan var, 3-ündə də təzyiq var. Biri müraciət edir həkimə, yəni müasir tibbə, belə deyək. Bəli. Biri müraciət edir fitoterapevtə. Məsələn, müasir tibbə, belə deyək, dərmanlar yazır. Məsəl üçün, bildiklərimdən kaptopril və s. bu tip, məsəl üçün. Bəli. Fitoterapevt ona itburnu çayı yazır, falan yazır və s. kimi bitkilər var. Biri də hicam ilə məşğul olan bir insana. Yəni, belə deyək də, peyğəmbər tibbinə və s. Bəli. Və üçü də burada tutaq ki, müalicə olunur, nə formada danışmıram. Yəni, və bu sistemlər çox vaxt bir-birini bəyənmirlər. Yəni, bu sahədə olan insanlar, yəni həkimləri deyirəm mən, tutaq ki, fitoterapevt sahəsində olan mütəxəssis, yəni bu sahələr bir-birini bəyənmirlər və burada
seçim necə olmalıdır? Yəni bu insanların xəstələrdən sual verim ilkin. Yəni seçimləri səhvdirmi? Bax, mən sizə adi bir insansınız. Yoldan keçən biri. Sizə təzyiq xəstəliyi baş verib. İlkin olaraq kimə müraciət edərsiniz? İlkin olaraq təbii ki, həkimə. Ha, Mütəxəssisə də belə deyək. Bəli, niyə həkimə məhz? Əsas diaqnoz məsələsinə görə. Yəqin ki, düzgün diaqnoz qoyulsun da, yəni. Müalicəni istəmirsiniz? Yo, təbii ki, sonrası da müalicədir də. Bəli. İndi belə, istər fitoterapevt, istər hicamə edən bir insan və yaxud da başqa tibbin sahələri ilə məşğul olan biri, indi tibbin sahələri çoxdur, genişdir. Bəli. Hansı arterial təzyiqə düzgün diaqnoz qoyacaq? Belə baxıram ki, ümumiyyətlə bizim ölkədə, bəlkə də ola bilər başqa ölkələrdə bu diaqnoz problemi yaşanır. Yəni mən özüm də məsələn də ailəvi harasa gedəndə yoldaşıma görə falan, yaxınlarıma görə bu çox vaxt, yəni əksər həkimlərdən bir diaqnozu eşidə bilmirəm. Arterial təzyiq çətin diaqnoz deyil. Yəni təzyiqin yüksəlməsi, arterial təzyiqi ölçürsən, təzyiq yuxarıdır. Bu demək təzyiq xəstəliyi adlanır. Bəli. Onun dərəcəsindən asılı bir həftə ərzində ölçürsən, təzyiq davamlı qalxırsa, bu təzyiq xəstəliyidir. Yəni bu təzyiq xəstəliyinin qalxma səbəbini fitoterapevt bilir, həkim bilir və yaxud da hicamə edən və yaxud da başqa tibbin sahəsi kim bilir? Yəqin ki, həkim tapmalıdır, bəli. Bəli. Əgər İlkində, fitoterapevt, yəni, bəli, fitoterapevt sizcə bilmədiyi bir diaqnozu müalicə edə bilərmi? Tam səmimi. Bilmədiyi əlbəttə ki, yox. Amma Belə deyək də, fitoterapevt həkim olmalıdır həm də. Ay sağ ol. Bax, burada məsələ nədən gedir? Hər Mütəxəssis bir olmalı. sahə ilə, tibbin hər bir sahəsinə məşğul olmaq istəyən insan ilk növbədə tibb universitetini bitirməlidir. Tibb təhsili olmalıdır və tək bu azdır. Tibbi praktikası olmalıdır. 14 ildən artıqdır işləyirəm. Bəli. Yəni bu praktika bir günə, 2 günə əldə olunmur. Bu praktika ən azı 10 ilin əziyyətlə bəhrəsinin nəticəsidir. Gecə-gündüz xəstəni işləməyin nəticəsidir. Yəni dursun bugün bir fitoterapevt təzyiqi müalicə edirəm desin, səhv edir. Çünki statistika göstərir ki, 35-40 yaşında hazırda ürək damarlarında tıxanmalar, daralmalar çoxalıb. Çoxdur. Yəni. Anjiyo əməliyyatları çoxalıb. Stent əməliyyatları çoxalıb. 35-40 yaşında insultlar çoxalıb. Dializi xəstələrin sayı Sumqayıtda bu dəqiqə çoxdur. Şəkər xəstəsi çoxdur. Şəkər xəstələrinin sayı çoxdur. Təzyiq Siz buna şahid xəstəliyinin olursunuz ki, çoxalıb. təzyiq xəstəliyi fonunda fəsadlardır. İnsult olsun, ürək damar problemləri, böyrək problemləri, dializ aparan problemlər. Niyə görə? Vaxtında təzyiqin qalxma səbəbi, təzyiqin normada saxlamasına lazım olan şərait yaradılmır. Çünki o xəstələr həkimə deyil, fitoterapevtə gedir. Və yaxud da bəziləri 5 illə evdə təzyiq olan xəstələr olur, limonla təzyiq alırlar. Və yaxud da ki, qan alma ilə təzyiq saxlayırlar. Yəni, o təzyiqin gün ərzində eyni səviyyədə saxlamasına səbəb olur? Xeyr. Böyük bir yalan. Nə fitoterapiya, nə digər sahələr təzyiqi eyni səviyyədə saxlaya bilməz. Çünki böyrək damarlarında, beyin damarlarında, ürək damarlarında və başqa orqan sistemlərdə geri dönməyən dəyişikliklər artıq başlayıb. Bəli, vaxtında 35-40 yaşında təzyiqi yuxarı olan insan vaxtında müraciət edərsə, bəzilərinin bəli təzyiq xəstəliyindən qurtarmaq olur. Bəzilərini, hər birini yox. Amma davamlı olaraq mən təzyiq dərmanı içmirəm, əlavə təsirləri çoxdur. Təzyiq başlayır 130-dan, 140-dan, 150-dən bir müddətdən sonra xəstə heç o təzyiqi hiss eləmir. Artıq damarda adaptasiya gedir. O təzyiqlə xəstə yaşayır, amma o demək deyil ki, o fəsadını verməyəcək. Hətta özləri deyirlər ki, məndə norma budur. Bəli, 150-dir, amma mənim əslində normal norma bu deyil. deyilmiş. O Bəli, ürək damarlarında, beyin damarında, böyrək Bəli. damarlarında dəyişiklik artıq başlayıb. Və bir müddətdən sonra 45-50 yaşında olan bir hissəsi stentdədir. Bilirsiniz, nə qədər 50 yaşında stent olan xəstələr var. Elə qohumlardan falan da rast gəlmişəm. Böyük koronar damarlarda digər əməliyyat olunanlar, aorta koronar şlam, açıq koronar əməliyyat olunanlar, böyrək çaşmazlığı kifayət qədər çoxalır, sürətlə çoxalır. Yəni bir dənə təzyiq dərmanının istifadə olunması, təsəvvür edin ki, infarktın qarşısını alması birinci yoldur. Böyrək damarlarının zədələnməsində birinci yoldur. Gələcəkdə insult riskinin azalmasında birinci yoldur. İndi bunu sizə fitoterapevt izah edə bilər. Mümkündür. Fitoterapevt heç bunun xəbəri yoxdur. Fitoterapevt bilmədiyi şeyi necə izah edə bilər? Allah Rəsulü sallallahu əleyhi və səlləm gözəl bir hədis var. O da hədis mənim elə həyatımın qızıl standartıdır da. Həqiqətən qızıl standartdır və yaşadı olduqca bunun bəhrəsini görürəm. Özünüzdə aid olmayın, işə qarışmayın. Bizim millət qədər dünyanın heç bir yerində belə bir şey yoxdur.
Hamı yerindən duran həkimlik eləyir. Axı niyə görə həkimlik bu qədər adi səslənir? Statuslara baxırsan telefonda, WhatsApp-da, istəyir digər sosial şəbəkələrdə bioloji aktiv maddələrin davamlı şəkildə reklamı gedir. 45-50 manatdır dərmanların biri. Bunu içdin təzyiqin olmayacaq, bunu içdin kalsium problemin olmayacaq. Bəli, bunu içdin D vitamini bərpa olacaq. Bunu içdin ürək damarında problem olmayacaq. Bunu içdin beyin qan dövranı əla olacaq. Elə bir şey yoxdur. Heç müayinə diaqnozu da yoxdur ortalıqda. Yəni adi bir satıcı müalicədir. Və qarşındakı onu alan insan isə öz sağlamlığının qədrini bilməyən və həkimlik sənətinə qərəzli olan bir insandır. Həkimlik sənətinə qərəzli olmazsa, o xəstələndə ilk olaraq həkimə gedər. Bizim millət həkimlərə qarşı qərəzlidir. Və bunun nədən qaynaqlandığını tam anlaya bilmirəm. Dünyanın heç bir yerində xəstə gedib aptekdən reseptsiz dərman ala bilməz. Yalnız bizdədir. Adətən bəzən o ki aptekə girəndə baxıram, müşahidə aparıram. Qrip olan gəlib aptekdən dərman alır və yaxud da boğaz ağrısı gəlib aptekdən dərman alır. Hətta bəzən bir hal müşahidə eləmişəm. Deməli, xəstənin, insanın əlində bir iri bir yara var idi. Hətta mən həkim olaraq mənim sahəmdə deyil, mən alamıram yaranın səbəbi nədir? Buna nə sürdüm? Hətta aptek işçisi ona belə maz verdi və mən baxıram, deyirəm düşüncə tərzimiz. Bəzən müdaxilə eləyəndə xəstələr mənə qarşı aqressiv olur ki, özümüz bilərik. Müşahidə edirəm, kənardan dururam və millətin bu cürə aldanmağının səbəbi sadəcə özləridir. Yəni bizi necədir? Bax, evi remont eləyirik, düzdürmü? Kim axtarır ilk növbədə? Ev ustasını. Və ən yaxşı ev ustasını axtarır. Və yaxud da remont üçün lazım olan materiallar nələr istifadə edir? Ən yaxşı remontu lazım olan material ki, ən azı bu 5 il remont dayaqlı olsun, düzdürmü? Hər birimizə aiddir da. Yəni remont standart materiallar keyfiyyətli olsun. Sonra remont edilən hər bir material keyfiyyətli olsun və nəinki usta baha olsun, ucuz olmasın. Amma biz həkimə gələndə ilkin olaraq nə deyirik? Müayinəmdən keçdi. İlkin olaraq dediyimiz nədir? Siz deyin. Həkim mənə firma dərmanı yazmır. Bəli. Amma remont eləyəndə ən firma mallarını alırıq. Remont eləyəndə bir nömrə kalifey gözəl bir, yəni reklamı olan ustaları axtarırıq. Düzdürmü? Amma həkimə gələndə deyirik ki, resept ucuz olsun, imkanım yoxdur. Amma bu insanın evinə gedirsən, evində başdan ayağa hamısı remontdur, evində faiz kreditlə ancaq materiallar doludur. Amma bu insan canına 1 manat belə qıymaq istəmir. Yəni, əgər bu firma malı bu qədər keyfiyyətsizdirsə, onda o divarları açıq saxlayın da, özəyi olsun. Və ya da Sovetin bir dənə hansısa aparın, bir kraskasını vurun, dayanıqlı olacaq o kraska. Və yaxud da o aboy dayanıqlı olacaq. Türkiyənin aboyu keyfiyyətlidir və yaxud da ki, indi müəyyən standartlara uyğun olmayan keçmiş ölkələrin hansı, siz deyə bilərsiniz də, hansı keyfiyyətlidir? Təbii ki, Türkiyə. Məsələn, Sovetlərdən danışılır, amma Sovet yoxdur. Amma Sovetin standartı da qalmayıb bəlkə. Hansı kim gedib Rusiyanın paltarını alır? Aydın məsələdir. Ən azı Türkiyənkini alır, ən azı. Düzdürmü? Niyə dərman seçəndə biz bunları düşünmürük? Dərmanlar, o firma dediyimiz yüksək şirkətlər, onlar dünya standartlarına uyğun olaraq yüksək təsisatlı zavodlarla işləyir. Ən keyfiyyətli dərman onlardan. Mən ümumi danışıram, hansı istisna halları qeyd eləmir. Hər bir sahədə, sizin sahəsində də belə istisna halları var. Keyfiyyətli, məsələn, işləyən insanlar fərqlidir və yaxud da ki, birinin dadından keyfiyyətsiz satış da edənir. Mən onları qoyuram kənara. Onlar olsun 10%, amma 90% əhatə edə bilməz. Yəni, bizə lazımdır ki, dünya standartlarına uyğun olaraq brend zavodlar olsun. Brend istehsal edən zavodlar olsun və o dərmanlar keyfiyyətlidir. Məsələn, deyirlər, Azərbaycanda keyfiyyətli dərman yoxdur. Xeyr, yalandır. Allah şükür, kabinetimizə daxil olan, müalicəmizə alınan xəstələrin 90%-i yaxşılaşma ilə nəticələnir. Biz onu eləmirik. Allahın izni ilə yazdığımız dərmanların səbəbi. Əgər dərman keyfiyyətsiz olarsa, biz bir xəstənin yaxşılaşmasını əldə edə bilmirik. Bir reseptin xeyri olmaz. Həkim sözlə müalicə eləmir. Həkim dərman yazır, xəstəni müalicə eləyir. Bunun səbəbləri də var yəqin ki, həkimlərə qarşı biraz mənfi rəyin formalaşması. Təbii ki, insanların öz canına olan hörmətinin olmaması, canın qədrini bilməməsi. İnsanlar yenə deyirəm, iPhone alırlar. Ən bahalı telefonlar alırlar. Ən bahalı restoranda bir günə gedib 500 manat xərcləyirlər. Yəni şahid olduğum şeylərdən. Bir xanımın bir toya getməsi üçün təzə paltar, kosmetikası, makyajı bulan gəlib 200 manat oturur hər toyda. Amma illərlə özünü müayinə eləmir. Amma ildə bir dəfə həkimə gələndə o 200 manata... Nə illərlə özünü müayinə eləmir? Yəni ildə bir dəfə gəldiyi o həkimə gəldikdə 200 manat o resept çıxarsa, xəstə aqressiyyət göstərir. Amma bir gecədə o 200 manatı heç nəyə xərcləyir.
Amma canının dəyərini bilmir. Amma nəsə məsələn biz Rusiya millətini bəyənməyə bilərik, amma Rusiya milləti, onlar içində yaşayanlar, o insanlar mala deyil. O insanlar evin hansısa mebelinə deyil. Onlar canına dəyər Bəli, verirlər. istirahətə gözəl vaxt İstirahətə ayırırlar. gözəl vaxt ayırırlar. Dərman keyfiyyətinə yüksək önəm verirlər. Vaxtı-vaxtında müalicələr gedir. Vaxtı-vaxtında profilaktik müayinələrə gedirlər. Yəni bizim xalq canından başqa hər şeyin qədrini bilir. Amma düşünmürlər ki, 55-60 yaşında çökəndə nə o mebellər onları xilas eləməyəcək, nə pul dökdülər, övladlar onların yanında olmayacaq. Sadəcə olaraq hamıdan asılı olan bir varlığa çevrilirlər. Yəni vaxtında özünüzə müayinə edib, vaxtında keyfiyyətli müalicə almaq lazımdır. Və necə eləyək ki, xəstələnməyək, bu tamam başqa bir mövzudur. Bunun da sirləri var. Mətanət xanım, sözünüzü kəsmirəm yəqin ki. Buyurun, buyurun. Düzdür, bu ümumi xüsusiyyətlərimizdən də irəli gəlir yəqin ki bu şeylər. Bir də belə bir şey də var ki, məsələn, məndə belə bir video var, onu saxlamışam, maraqlı videolar olanda. Məsələn, canlı yayımlarda, televizorda bəzən belə bir şeylər olur. Həkimə zəngləmişdilər. Deyəsən Rövşənə xanımın verilişi idi. Dəmir yolun 2 nömrəli xəstəxanasının hansısa həkimə zəngləmişdi. O video məndə kompüterdə falan var. O həkim danışdı ki, bizimkilər gedirlər. Yəni bu şeylərin bəlkə də belə bir şeylərdən də qaynaqlanır məlumatlardan. Buyurun, buyurun. Bizim belə deyək də iş adamlarımı kimi dərmanı gedirlər Almaniyada məsələn deyirlər ki, bu dərmanı biraz ucuzlaşdır da mayasın. Falan bahalı ingrediyenti çıxart falan. Məsələn ola bilər orada da həkim özü danışır. Yəni bunu danışan şöbə müdürü idi. Adını da demişdi orada. O video var. Bu tip videolar var. Yəni tək bu deyil. O həkim də deyir ki, hətta almanlar bizimkilər demişdilər ki, falan sizə biz bir daha satmayacaq da dərman. Çünki elə ingredient vardır, o çıxanda oradan o dərman ola bilər zəhər effekti versin. Belə şeylər də bəlkə səbəb olur. İsnadı olmayan məlumatlar əslinə qalsa sadəcə olaraq insanlarda qıcıq yaratmaq, insanlarda konflikt yaratmaqdan başqa bir önəm kəsb eləmir. Yəni əvvəllər internet yox idi, bu smart telefonlar yox idi. Başımız sakit idi. Həyətdə otururdu, bir neçə qadın otururdu, biraz qeybət eləyirdi, biraz siyasətdən danışırdı, kimsə öldürürdülər, kimsə dirildirdilər və ona oradan tərəfə çıxa bilmədilər. Ya da kişilər o vaxtda bisetka deyirdilər, otururdular orada, ürəklərini tökürdülər, kimsə dalınca danışırdılar. Siyasətdən tutmuş hamısı orada olur və oradan çıxmırdı. Bu çox gözəl bir şeydir. Amma indi smartphone əldədir və insanlar hər hansı bir qıcıq verməkdən ötürü sadəcə bir məlumat buraxırlar. Və bu aqressiya yaradır. Bu da əslində qalsa siyasi bir şeydir. Düzgün deyil. Bax, bizim millətdə həqiqətən xalqımızda 3 sənət sahibinə qarşı aqressiya var. Həkim, müəllim, bir də polislər. Yəni bu danılmazdır və bu aqressiyanın hardan qaynaqlandığını da belə bilinmir. Bu sosialların üzərindən. Çünki xalq nə qədər qıcıq olarsa, xalqda birgəlik olmayacaq. Həkimini sevməyən xalq istər-istəməz bu qədər səhv düşüncələr düşəcək, bu qədər boş-boşuna satışlar alınacaq, xəstəliyin yaranmasına, xəstəliyin artmasına səbəb olacaq. Amma ilkin xəstəlikdə həkimə müraciət edərsə o insanların çox hissəsi sağalır. Mənim yanıma 35-40 yaşında, hətta 60 yaşında 3-4 insulinlə gələn insanlar o ki, onları çıxardıram Allahın izni ilə. Düzgün həyat tərzini başa salmaqla. Vaxtında həkimə müraciət etmir. Yəni bunun aqressiyası, yəni deyirəm, bu siyasi bir şeydir. Bəlkə də başqa ölkələr tərəfindən təşkil olunmuş bir quruluşdur illərlə. Yəni insanın xalqı içəridən parçalamaq üçün bir gəlin 1000 dənə metodlardan biridir ki, onun nisbətən səviyyəli kontingentinə qarşı aqressiv bir reaksiya oyatsın və bunu da bacardılar. Bu dəqiqə həkim ikincili insanda olan arasında aqressiv bir faktor daşıyan bir varlıq deyək də həkimə xalq arasında, amma xəstələnəndə də, ağır xəstələnəndə, ölüm halında müraciət fitoterapevt olmur. Bax, məsələn, elə fitoterapevt tanıyıram ki, hepatit C-ni müalicə edir. Hepatit C-yə fitoterapiya nə edəcək? Xəstə yanıma gəlir sirrozla. Yox, buyurun. Yəni siz fitoterapevt deyəndə, yəni həkim olmayan fitoterapevt, mütəxəssis olmayan, yəni fitoterapiya özündə yəqin ki, pis deyil. Məsələn, həkimlərin bəzi hissəsi bu dəqiqə sırf tibbin... Birdən olar elə bilər ki, biz onlara qarşı... Yox, akademik təbabətin qoymuşduq. Akademik təbabəti kənara qoyub, sırf fitoterapiya məşğul olur. Gözəl, onların tibb sahəsi, səviyyəsi olduğuna görə onlar fitoterapiya gözəl bacarırlar. Sırf həkim. Mən fitoterapiya, məsələn, onlarla müqayisədə bildiyim 5%-dir. Hörmət eləyirəm, çünki fitoterapiya həqiqətən tibbin bir sahəsidir. Amma ağır xəstəliklərdə, yataq xəstəliklərində, böyrək çaşmazlığında, ürək damar problemlərində, sirroz problemlərində, hepatit problemlərində fitoterapiyanın heç bir mahiyyəti yoxdur. Yanaşı kömək eləyir. Xəstə ağır halda gəldi, onu təbii ki, bitkilərlə... Bəli, məsələn, illərlə hepatit C xəstələrinin eşidirəm ki, falan fitoterapi müalicə edib. Axı, sən onun vaxtını niyə itirdin? O mənim yanıma sirroz gəlib.
Amma vaxtında indi hepatit C-yi mən məsələn terapevtəm, infeksionist tərəfindən, gepolitolog tərəfindən 3 ay, 6 ay ərzində tamamilə müalicə olunur, gedir və siroz vermir. Amma xəstə gəlib 10 ildən sonra müraciət edəndə fibrozun 2-ci, 3-cü, 4-cü dərəcəsində siroz mərhələsində gəlir. Yəni onun ilkin səhvi fitoterapevtə müraciət etməsi 10 il əvvəl və fitoterapevtin mən səni müalicə edərəm, həkimə ehtiyac yoxdur deməsi ilə onun 10 il itirməsi. Bax, fitoterapevt də yerini bilməlidir. Fitoterapevt göndərməlidir, həkim diaqnoz qoymalıdır. O onu yanaşı eləməlidir. Kəskin dövrdən çıxandan sonra, bəli, xroniki dövrdə mən özüm də fitoterapiya yazıram, amma xroniki dövrə keçəndən sonra, amma xəstə gəlirsə, məsələn, xolesterin aşağı sıxlıqlı lipoproteinlər deyirik. Məsələn, ruslar deyir ki, plaxo xolesterin, onu daha çox belə tanıyırlar insanlar. Yəni bunun xüsusiyyəti nədir? Damarların əsas qatlaşmasına səbəb olan, damarların tıxanmasına səbəb olan xolesterin. Onu sən fitoterapiya ilə qısa müddətdə sala bilməzsən. Xolesterin nə olur ki, 200-dən, 300-dən, 400-dən yuxarı. Bu insanın ata nəsi, ana nəsi hamısı insult, infarktdır. Niyə o xəstəni azdırırsınız? Olmaz. Hər şeyin yeri var. Yəni mən özüm o xəstə ilə 40 dəqiqə, 1 saat danışıb onun həyat tərzini izah edirəm. Bunu bu dərmanla əldə edə bilmək, mütləq şəkildə biz onun həyat tərzini dəyişməliyik. Bax, sağlam qidalanma, sağlam həyat tərzi çox önəmlidir. Onda o xəstələri həqiqətən çox dərmandan xilas eləmək olur. Məsələn, müasir dövrün insanı, mən məsələn sual verirəmsə, hazırda məsələn yaşı 55-dən yuxarı, siz də bu xalqın bir nümayəndəsi, hazırda nə qədər dərman içir gün ərzində? Bu çox vacib bir sualdır. Hətta, yəni bir deyil də orada. Yəni birin üzəridir. Məsələn. 3 olan var, 5 olan ola bilər. 10 olan var. 10 olan da var. Bax, təsəvvür edin ki, mən bu haqda bir dəfə mövzu paylaşmışdım. Müasir insan portreti. Yaşı belə deyək, 55-60 götürək. Bir insan nə içir? Təzyiq dərmanı. Yəni diqqətlə dinləyin. Bir insan təzyiq dərmanı içir. Düzdürmü? Təzyiq dərmanı gücü çatmır ki, təzyiq dərmanı içə bilər. İnsanların ən sevdiyi dərmanlardan yaşlıların biri aspirin kardiodur. Qan dolaşsız dərmanlar. İndi daha ikisini içirlər. Klopidogrel. Yəni bəzən həkim yazmadan da belə içirlər. Xolesterin əleyhinə dərmanlar, 5 dərman. Şəkər salıcı dərman. Əksər hissəsində artıq. 2 şəkər calıcı dərman, 7 dərman. Yanında 2 insulin də ola bilər, 9 dərman. Hələ davamı var ha. 9 dərman. Mütləq şəkildə sakitləşir, gecə yata bilmirlər. 10 dərman. Yəni bunun davamı gəlir. Kişi xeylassa prostat problemli 10 dərmanı içir. Qadınsa başqa problemli, zob varsa onun dərmanı içir. 10-11 dərman müasir insanın 55, 60, 65 yaşdan yuxarı insanın gündəlik sutqa ərzində içdiyi dərmanlardır. Buna pensiya çatar? Çatmır. Və məncə bu normal deyil axı. Tamamilə normal deyil. Çünki əslində dərman, bəlkə də fikrimlə razı olmazsınız, insan bədəninə yad bir, tam təbii bir şey deyil də. Yəni insan müdaxiləsi olur bu. Yəni 10 dərman və bəzi xəstələr var ki, öz başına da olur ki, gedirlər, götürürlər. İndi təsəvvür edin ki, xəstə o dərmanı içməsə nə baş verəcək? Yox, mən indi həkim təyinatından içməyi demirəm. Yox, həkim təyinatından da bəzən 10 dərman içənlər var, məcbur şəkildə. İndi o insan o dərmanı içməsə nə baş verəcək? Onu sadəcə o vəziyyətə gəlməməli idi. Vaxtında düşməli, vaxtında düşməli idi. Vaxtında məsələn təzyiq qalxanda evdə limon içməli deyildi illərlə. Xəstələr limonla dərman təzyiqə salır və yaxud da hər təzyiq qalxanda qan alırlar. Xəstə gəlir 70 qram litr qanla. Anamız soruşursan ki, nəyin səbəbidir? Qan alır. Hər xəstə, hər təzyiq qalxanda xəstə qan alıb. Xəstə müraciət edib 70 qram litr qanla. Bu insan 3-4 aydır qan alır. Belə deyək də, o əslində... Və yaxud da ayda bir dəfə qan alanlar olur. Mən fikrimcə, tutaq ki də xəstədə problem var. Bəli. Həqiqi həkim, əsl həkim, mütəxəssis həkim. Bəli. O xəstənin o təzyiq nədən qalxır? Məsəl üçün deyim də, böyrəkdənmi qalxır, mədə, onu tapmalıdır. Və o düzgün diaqnoz qoymalıdır və mənə elə gəlir ki, səhvim olsa düzəldərsiniz, düzgün diaqnoz qoysa, onun bir dərman, hələ bir ki, hədəfə vurursan da, o dərmanın da effekti olacaq, keyfiyyətli dərman yazsa təbii ki. Bəli. Məsələ gəlib həm həkimə, həm xəstənin özündə ola bilər ki, vaxtında müraciət eləmir, düzgün həyat. Məsələn, baxıram ki, uşaqdır, ya cavandır, bəzən dözməyib deyirəm. Götürür, məsələn, çips yeyir, 50 qəpiklik enerji içkiləri içir. Və bu heç tərkibi onun bəlli deyil də. Təsəvvür edin ki, 5-10 il bunları, bu zərərli qidaları qəbul edir. Yatmaq bərbad, məsələn 2-də yatır, 3-də yatır, internet əlində. Və sonra birdən-birə bu bədən, bu yağlar məsələn, yağ problemləri var, düzdürmü? Mövzu çox genişdir. Mövzu çox genişdir. Sonra gəlir həkimə 10 ildən sonra, bədən yıpranandan sonra. Bax, xəstənin yaranma səbəbi ümumi dövrümüzdə əsas ən çox, məsələn, sizin də yaxındır, qohumdur, ən çox hansı xəstəliklər çoxdur hazırda?
Şəkər var, təzyiq var, ürək problemləri var. Bəli, nədən qaynaqlanır ilkin olaraq? Ürək problemlərin düzdür mən öz araşdırmama görə həkim səviyyəsində yox, yağ məsələləri də əlaqədardır burada. Bir də ola bilər bəlkə də gendən falan gəlib, nəsildən nəslə olub. Məsələn indiki yağlar biraz problemlidir. O belə deyək də, piyələnmə. Piyələnmə. Bax, Hərəkətsizlik, İbn Sina nə deyir? Deyir, həkimə düşmək istəməyən aktiv həyat tərzi yaşamalıdır, az yeməlidir. Həqiqətən xəstəliklərin 90% ağızla gəlir. Bir dənə tədbirdə idim, orada da xəstəliklərin çoxu 65% orada yazılmış, qida ilə əlaqəli yazılmışdı. Ağızla əlaqə, hamısının qidansı. Yəni ağız boşluğu nə üçün Allah Subhanahu taala verib bizə? Qidalanmaq üçün, yəni yaşamaq üçün qidalanmalıyıq. Yaşamaq üçün. Yemək üçün yaşamalı deyilik. Məsələn, Tibetin gözəl bir verişlər oldu Tibet haqqında, sonra müəyyən Yaponiyanın hissələri haqqında. Onların 75 yaşında insanları bizim 25 yaşlı insanlardan cavandılar. Fizikal cavandılar və sağlamdılar. Nədən gedir? Onlar yaşamaq üçün yeyirlər. Biz zövq üçün yeyirik. Yəni bu yeməkdən dad almalıyıq. Tamam fəlsəfədir, bəli. Bəli, biz yeməkdən zövq almalıyıq. Dadı üçün yemək, sağlamlıq üçün yemək. Bu tamam biz o yeməkdən dad almırıqsa, bizim adrenalimiz qalxmır. Biz belə depressiv oluruq. Biz gün ərzində işləyirik və gün ərzində enerjimizin tökmək üçün adrenalina ehtiyacımız var. Biz onu mütləq şəkildə yeməkdən alırıq. Ən dadlı, ən zövqlü yemək yeyirik və ən dadlı, zövqlü yemək bizim sağlamlığımıza xeyirdir, xeyir deyil, önəmli deyil. Sadəcə olaraq biz yemək istəyirik, dadlı yemək, ləzzətli yemək. Bu bizim həyat prinsipimizdir. Qonaq gedəndə də belə düşüncəmiz ki, nə olur qonaq gedəndə? Biz oradan fizikal olaraq və yaxud da mədəniyyət baxımından, etik baxımından hansısa bir informasiya alacaq və yaxud da hal-əhval soruş. O yox. Görəsən orada nə bişiriblər? Biz yemək yeyən əhaliyik. İfrat dərəcədə. İfrat dərəcədə yemək sevən əhali. Yəni biz orada gedəndə bir şey fikirləşirik. Görəsən ev əhli bizə nə bişirib? Falan toyda yaxşı yemədim. Heç falan şey ayıb olsun. Bu qədər pulları var, amma bu qədər şey vermədilər. Sırazı və yaxud da ki, yas məclisi olsun. Bəli. Gedəndə deyirlər ki, hə, yemək nə verəcəklər? Problemdir, hərəsinin öz problemi. Bəli, bəli. Amma başqa millətlər elə deyirlər. Müqayisədə bizim meyarımız dadlı yeməkdir. Dadlı və çoxlu yemək. Doyana qədər yeməkdir. Amma Allah Rəsulullah nə deyir? 1/3 hissəsini yeməkdir, 1/3 hissəsi sudur, 1/3 hissəsi havadır. Yəni yeməkdən doymayaraq ayrılmaq bu sünnədir. Allah Rəsulullah bir sünnətidir, məsləhətidir. Və uca Allah bizə sağlam olmağın yollarını hamısını öyrədib. Hamısını öyrədib. Yeməkdən doymadan durmaq. Sağlam olmaq istəyən, şəkər tutmaq istəməyən, təzyiqi olmaq istəməyən, nə bilim, ürək damar sistemi, böyrək xəstəliyi, heç nə sistemi olmayan insan yeməkdən doymadan durmalıdır. Bizim o balaca uşaqlar tökdüyümüz yemək qabında yemək tökülməlidir və doymadan durmalıdır. 2 ay belə yeyin, görün xəstəliklərin 30% azalacaq. Bu sağlam olmanın sirridir. Sağlam olmaq istəyən gündə 1 saat, 2 saat gəzməlidir. Günün 20 dəqiqəsini hissə müalicəvi gimnastika ayırmalıdır. Söhbət ev işindən, söhbət işə səhər gedib axşam gəlməkdən getmir. Müalicəvi gimnastika, yəni əzələlərin hərəkəti. Yüngül idmanlarda belə. Bəli, bax sizə bir əsas bir məlumat verim. Bizim onurğamız qidalanır hərəkətdə. Yəni onurğanı biz hərəkət edirik, fırladırıq, əlimizi, qolumuzu hərəkət edirik. O iki əzələr də bizi saxlayır, belə deyil. Yox, əzələ qrupları çoxdur. Onurğanın özünün hərəkəti zamanı onurğa sümüyünə qan gəlir. Biz belə durursa saatlarla ora qan gəlmir. Osteoxondroz deyirlər. Məsələn, el dilində onurğanın duzlaşması, yəni onurğanın qocalması. Biz saatlarla belə duracaqsa, iş görəcəksə, saatlarla belə söhbət edib çay içəcəksə, onurğaya qan getmir. Onurğa başlayır bərkiməyə və qocalır. 25 yaşında insanın bu dəqiqə onurğa sütunu, 60 yaşında insanın onurğa sütunu hərəkət yoxdur. Yəni, bəli, az yemək, ikinci oldu, aktiv həyat tərzi. O hərəkətləsə o onurğa yenidən, belə deyək də, cavanlaşacaq. Bəli, müəyyən yaşda elədir, təbii ki. Duzlaşma realda üzr istəyəm, duzlaşma deyirlər bəzən. O duzlaşma demək, onurğanın qidalanması zəifləşir. Bəzən ki, kürəyim duzlaşıb. Onurğaya qidalanma zəif gəldikcə, orada qırdaq səthində yelmələr başlayır. Yəni, təzə qırdaq toxuması normal şəkildə öz formasını saxlamadığına görə... Duzla əlaqəsi yoxdur, mən də elə başlayıram. Yox, olur, müəyyən müalicələrdə olur, amma əsas burada odur ki, bax, qırdaqlardır da. Bax, qan gəlmədikcə bu qırdaqların üzləri başlayır sərtləşməyə. Axı, orada dövrü mübadilə getməlidir. O sərtləşir və bəkləşir. Və bəkləşmişsə də, yaşlı insanlar görsən, onlar əyilə bilmirlər, dönə bilmirlər. Çünki onurğa sərtdir.
Cavan insanlarda isə elastik olmalıdır, qırdaq oynaq olmalıdır, oynaq mayesi olmalıdır. Bizdə isə qırdaq bərkləşir və onurğa sərt olur. Bu artıq yaşlanma, erkən yaşlanma deyil. Demək, ikinci nə lazımdır? Aktiv həyat tərzi. Yeriş mütləqdir. Günə ən azı bir Sadə saat. gəzmək. Sadə gəzmək. Yeriyəndə oksigenin mübadiləsi gedir. Ağciyər Hərəkətlərdən- davamlı olaraq mübadilədə olur və ağciyərə olan mübadilənin aktiv getməsi ilə davamlı xeyirli oksigenin gəlməsi, qazlar mübadiləsinin lazımsız oksigenlə gələn, digər aşağıdan qanla gələn karbon qazı, digər maddələr mübadiləsinin aktivləşməsi nəticəsində ancaq təmiz oksigen alırıq. Hemoqlobin oksigen lazım səviyyədə bütün orqanlara çatdırır. Beyin yaxşı işləyir, ürək yaxşı. Sadəcə gəzməklə. Bəli, gəzməklə biz həm ağciyərimizi, ürəyimizi, beynimizi, ayaqlarımızı, gəzən insanların ayaq problemləri olmur. Vaxtında gəzən insan, 70 yaş pensiya çıxandan sonra yox. 70 yaş pensiya çıxan insan gəzəndə infarkt olur. Çünki nə onun ürək-damar sistemi hazır deyil, nə də digər orqanlarda problemlər ona hazır deyil. Biz saxlayırıq bütün aktivliyimizi pensiyadan sonra o aktivliyi eləmək artıq orqan sistemləri yoxdur. Yəni Zaten bədən uşaqlarımızı, çöküb bu, hə? bəli, uşaqlardan fizikal aktivlik öyrətmək lazımdır. Gənc nəsil az yemək və fizikal aktivlik. Məsələn, üçüncü səbəb nədir? Xəstəliklərin başlanğıc səbəbi? Üçüncü səbəb Hə, hərəkətsizliyi dedik. biz dedik hərəkət dedik, çox yemək, xeyirsiz yeməyə hələ toxunmuram. Düzgün qidalanmamaq. Hələ ona toxunmamışam. Ona toxunmamışam. Sonra Üçüncü hansısa da yadıma gəlmədi. məsələn mən dedim ki, xəstəliklər ağızla gəlir. Rəbbim ağız boşluğunu hər yemək üçün verib. Bir hissəsi nəfəsdə də iştirak eləyir, digər hissəsi dil, danışmaq. Yəni bu dil özünə aid olmayan işlərə qarışmasın. Elə bir şey. Mənəvi tərəfində siz. Bəli. Əsəb stres tərəfində dil özünə aid olmayan işlərə qarışmayanda sinir sistemində sakit olur. Yəni bu baxır ki, bu iş sənə aid deyil, başını salır çıxır gedir. Heç kimlə dalaşmır, heç kimlə söz-söhbət eləmir. Onun mənəvi sferası sağlam qalır. Və Allah da bərəkət verir. O insanın sinir sistemi sakitdirsə, içəri mənəviyyatla gələn xəstəliklərin qarşısı alınır. Yəni sən özünə aid olmayan işinə qarşılan, təbii ki, qarşı tərəfə aqressiya olacaq, qarşı tərəf sənə aqressiya olacaq. Beləliklə Əsəblərin korlanacaq. kin yaranacaq, düşmənçilik yaranır və işdə stres, evdə stres, çünki dili acı insanın. Stres desən mədəyə korlanır, mədəni falan korlanır. Hər şey. Dili acı olan işdə də problem yaşayır, evdə də problem yaşayır və beləliklə stres faktoru o insanda çox. Stresi çox olan insan bütün xəstəlikləri oyanır. Bu artıq bu genetik bir quruluşdur. Allah Subhanahu taala yaradır. Kim əsəbidirsə, kimin dili acıdırsa, kim aqressivdirsə, o insanın xəstəlikləri çoxdur. Mətan xanım bir şey deyim. Bəli. Bizdə doğru həkim seçimi. Yəni bizdə ümumiyyətlə həkim necə seçilir? Çoxluq baxımından. Zəng eləyir məsələn, deyir maraqlı sualdır, rəfiqəsinə. O da deyir ki, bəs deyir yaxşı bir həkim istəyirəm uşaq üçün. O da deyir ki, mənim qaynanamın qonşusu var, yaxşı həkimdir. Yəni meyar budur da, bu tip meyarlardır. Doğru həkimi necə seçsinlər və bir müsəlman həkim necə olmalıdır? Doğru həkimi seçmək çətin sualdır həqiqətən. Çünki indi sosial da üzərindən reklam çoxdur. Televiziyada, efirlərdə də reklam çoxdur. Biz necədir? Xəstələrin biraz maariflənməsi olmalıdır. Yəni biz həkimlər, hansı həkim danışanda, təbii ki, onu səhv danışanda, düz danışanda, onun xəstəyə necə münasibət bəslədiyini ilk 5 dəqiqədə bilirik. Amma xəstə bilmir. Xəstə onun reklam tərəfini görür. Bəli, təbii ki, həkimlər həkimi daha yaxşı tanıyırlar. Bəli. Və ona görə də məsələn Azərbaycan qanunvericiliyində xəstələrə sərbəst seçim hüququ verib, həkimləri seçmə hüququ verilib. Bu yaxşı bir şeydir. Amma eyni zamanda da bir həkimin xəstəsinin çox olmasına, digərinin az olmasına şərait yaradır. Amma belə olmalı deyil də. Yəni savadsız həkim çox azdır. Və hər bir sahə üzrə həkimlərin kifayət qədər olması və düzgün yöntəm olması biz necədir? Bax, terapevtik kabinetlər çoxdur. Xəstə sahə üzrə gəlir həmin terapevtik kabinetlərə və o diaqnozu qoyub yönətməlidir xəstəni. Əgər xəstəlik özünə aiddirsə, müalicəsini eləyəcək, özünə aiddirsə yönətməlidir. Bu sistem həqiqətən normal işləsə, Azərbaycanda yaxşı həkim seçimi heçimin ehtiyacı olmasa, sistem onsuz da normal olacaq. Yəni, məsələn, onun sahəsinin üzrə həkim var, amma o seçmir, gedir başqa bir sahə üzrə həkim. Sabah problem yaşayanda adi bir sənədin alınması və başqa problemdə təzədən gəlib sahə həkiminə müraciət edir. Bu da yəni yaxşı bir şey deyil. Yəni, hamımız eyni universiteti bitiririk, hamımız. Hamımız eyni diplomu alırıq və hamımızın demək olar ki, praktikası eynidir. Ola bilər, hər hansımızın hansısa sahəcə üstünlüyümüz olacaq. Bu danılmaz. Allah hamıya eyni bilik vermir. Eyni məsələn təfəkkür vermir. Amma bu o demək deyil ki, kimsə daha çox üstündür, kimsə daha çox aşağıdır. Yox. Ümumi xəstəliklərdə hər bir həkim savadlıdır.
Bəs yaxşı oxumayıb həkim olan, belə Onu deyək, o biz, qədər o də onsuz da ola qalmır heç bilərmi? çox indi. Hazırda çox, yəni təmizləmə gedir. O Hə, çox qala belə bilmir. deyək də, imtahanlardan sonra müəyyən Yəni attestasiyalar yavaş-yavaş falan keçə bilmir təmizlənir. oradan. Yəni düzdürmü? yavaş-yavaş təmizlənmək gedir. Hadi birdən-birə zaten. Məsələn, biz necədir? Mənim illərlə olan xəstələrim var ki, məsələn, mənim müalicə prinsipi fərqlidir. Mən məsələn, xəstəyə bəzən 40 dəqiqə ayırıram. Ona həyat tərzini başa salıram. Məsələn, müalicələr fərqlidir. Müalicələr var ki, məsələn, kəskin dövrdə gələn xəstəliklər təbii ki, birinci kəskin dövrü müalicə eləməlisən, mütləq şəkildə. Məsələn, pnevmoniyadır, yəni el dilində deyəndə sətəlcəmdir, böyrək iltihablardır, bronxitlərdir, qripdən sonrakı dövrdür və yaxud da mədə-bağırsaq problemidir, kəskindir. Bunu sən 10 gün, 14 gün müalicə eləməsən kəskin dövrdür. Lakin xəstə gəlir metabolik sindromla, piyələnməklə, ürək damar problemləri, xolesterin problemləri, böyrək problemləri, yəni polimorbid xəstəliklər çoxdur xəstəlik. Qaraciyər bərkiməsi gedir, fibroz, sirroz stadiyada. Burada mən müalicə ilə bərabər həyat tərzinə önəm verirəm. Yəni mənim məqsədim odur ki, xəstəyə də başa salım ki, sən burada 3 günə müalicənin nəticəsini ala bilməzsən. Məsələn, ağrıyırsan, elə dərman yazmaq olar ki, xəstə 3 gün ağrısı kəsər və sənə təşəkkür edir. Amma biz onu eləmirik. Ha, bu köklü müalicə deyil. Bəli, mən onu kökündən başlayıram ki, həyat tərzini ilə paralel olaraq əgər bu dəqiqə qanı qatıdırsa, el dilindədirsə, xolesterin yuxarısa, o mübadilə mən bərpa eləyə bilsəm içəridə, amma mən tək eləyə bilmirəm. Xəstə həyat tərzi ilə bir də qidalanma ilə mənə kömək eləməlidir. Əgər biz onu birgə işləsə, 3-4 ay onun analizlərini düzəltmək olar. Bəzən ağır hallarda genetik faktor üstün təşkil edir, 7 ay, 8 ay çəkir. Hə, onda gözəl nəticələr alır. Və hər xəstə buna səbr eləmir. Xəstə var ki, istəyir ki, bizim millətdə bir də belə bir şey var, sistem xəstəsidir. Məsələn, gələn ki, 3 dənə tabletka yazırsan, deyir, bunu mənlə xeyir olacaq. Yəni, şükür Allah, elə bir hallar, nadir hallarda olur, ildə bir dəfə olur da elə xəstələr. Deyir, mənə bunu niyə yazırsan, ay doktor, mənə qəşəng, özü belə də qaldır ki, bax, mənə 3-3 verir, qəşəng bahalı sistemləri yaz. Yəni, mənə problem deyil, onu yazaram, 1 manatlıq da resept yazaram. Onunla xeyir olmayacaq axı. O aldacı bir terapiyadır, başa düşürsən? İnsanın həyat tərzini, məsələn, xəstəyə izah edirsən ki, sənin xolesterinin 200-dən yuxarıdır, falan analizlərin yuxarıdır, qaraciyər piyələnmə artıq 3-cü dərəcədir, böyrək çaşmazlığı əlamətlərin var, üzündə, göz ətrafında artıq xolesterin yığıntıları var. Deyirsən ki, sən gələcəkdə 5 ilə 10 ilə artıq insult, şəkər riski, böyrək çaşmazlığı, infarkt riskində olan insansın. Gəl icazə ver, mən sənə bunu müalicə edeyim. Deyir, o hamıda var da. Yəni bizdə hələ də öz canının sağlamlığının düzgün nədə axtarmaq lazımdır bilmirlər. Bizim millət həkimə gələndə 2 dənə cümlə verir. Mənə firma dərmanı yaz, 2-ci cümlədir ki, mənə çoxlu sistem yaz. Bir dənə yox, çoxlu sistem. 3 dənə tabletka yazırsan, biz evə çalışırıq ki, ümumiyyətlə sistem olmasın da. Nadir hallarda, müəyyən durumlarda yaza bilərəm. Riskinə görə. Hər riskinə görə belə. Amma 3 dənə, 4 dənə tabletka mənə kifayətdir. Xəstə baxır, deyir, ay doktor, mən xeyir olmayacaq. Ay doktor, ona heç olmasa bir dənəsi. Bir dənə yazan, ay doktor, heç olmasa. Yəni, bəzən olur ki, onlar psixoloji sakit eləmək üçün, psixoloji sakin, oraya 2 dənə sistem atıram. Amma onun bir xeyri o qədər olmur. Sistem isə nədə var? Vitamindən falan yazırsınız ki, vitamindən falan. Yox, mən vitamindən əleyhinə olan istəyirəm. Yəni, Azərbaycanda vitamin... Siz onda fərqli həkimsiniz. Azərbaycanda vitamin çaşmazlığı çox azdır. Çox azdır. Çünki istəyir B qrup vitaminləri. Bax, son bir ildə vitamin B12-si yuxarı olan çox xəstə var. Məsələn, mən profilaktik müayinəyə gələn xəstələrə kompleks bir yanaşma eləyirəm ki, daxili orqanlarda zədələnmə var, vitamin çaşmazlığı, vitamin çoxluğu ola bilər. Baxıram ki, vitamin B12 hamıda çoxdur. Çünki hər qrip olanda bu insanlar dematon köçürdülər. Dematon da tərkib hamısı vitamin B-dir. Təsəvvür ki, vitamin B12-nin yuxarı olması qaraciyər üçün çox böyük naqruzkadır, əziz izləyicilər. Vitamin B12-nin tükənməsi üçün 2 il insan gərək ət yeməyə. 2 il. Amma bizimkilər sağa sola dematon, vitamin B12, bel ağrıdı, blokin B12 eləyirlər. Yəni təkimdə B12 olan ağrı keçilər. Pişirdirir. Bax, bel ağrıdı, oynaq ağrıdı, boyun ağrıdı, baş ağrıdı və s. Vitamin B12 tərkibli ağrı kəsilər. İnsanlar indi bu dəqiqə vitamin B12-nin defisiti deyil, çoxluğu var. Çoxluğu da. Sonra mən onlardan bir il ərzində başlayıram. Bəzən elə olub ki, çox olub, plazmafariz elətdirmişəm o xəstələrə. Bəzən olur ki, bir il əti kəsirəm ki, o vitamin B12 çox olmaq onların naqruzkadır. Yəni gərginlikdir, yükdür, qaraciyər gələcəkdə böyük bir problemlərə yol açacaq. Yəni bunu insanlar başa düşmürlər. Ona görə də vitamin, polivitamin çaşmazlığı bizim Azərbaycanda yoxdur. Məsələn, Afrikadan göstərilir. Görürsünüz, aclıq nəticəsində insanlar nə vəziyyət. Vitamin çaşmazlığı oradır. Yəni həftədə 2 dəfə ət yeyən, gündəlik yeməyi olan insanda polivitamin çaşmazlığı Azad bəy ola bilməz. Ona görə də polivitamin yazan həkimlər böyük bir cinayət eləyirlər. Olmaz.
İndi məsələn bioloji aktiv qida əlavələri çatırlar ki, qidalarda vitamin yoxdur, 40-50 manatlıq paçkalardır. Bunu alın için sağlam olacaqdır. Böyük yalandır. Keyfiyyətsiz qidalarla da əlaqələndirirlər bəzən. Yəni 200 manatı aylıq yeməyinə versən, niyə 200 manatı qida Həm də onu əlavəsinə daha pul keyfiyyətli, verməzsən? Bal ala bilər, məsələn daha. Cavan quzu əti alın, bal alın. Sonra nehrə yağı istifadə edin, yeməklər nehrə yağında bişsin. Çörək ən bahalı çörəklər alın, kəpəli çörəklər. Amma çörək bir dilimdən artıq olmasın. Ümumiyyətlə çörək lazımdır, amma kəpəkli çörəkdən gedir söhbət. Droşsuz, qədim üsullarla. Məsələn, mən müraciət edən xəstələrin çox hissəsini sırf qara çörəyin yuxa formasına üstünlük verirəm ki, çünki bizim millətdən çörəyi ayırmaq biraz çətindir deyə ən azı kiçik ölçüdə qara yuxalara icazə verirəm. Şəkər məhsulları, suyu istifadə edirik. Xəstəliyin bu dəqiqə birinci səbəblərindən biri ilə şəkər məhsullarıdır. Yəni səhərdən axşama qədər biz Allah Rəsul sallallahu dövründə gündə bir dəfə, maksimum 2 dəfə qidalanırlar, düzdürmü? İndi biz nə qədər qidalanırıq? Biz günə 20 dəfə qidalanırıq. Belə hamı ilə atışdırmalardır. Bəli, hamı ilə oturmaq, məsələn səhər bir qidalama, günorta bir qidalama, axşam bir qidalama, düzdürmü? Bəli. Bu bizim vərdişimizdir. Amma biz işə gedəndən və yaxud evdə olandan yarım saatdan, 1 saatdan bir çay, kofe və yanında hər hansı bir şirinat, çay, kofe, onu saysaq bizim qidalanmamız 20-ni keçir. Və bir də burada üzr istəyirəm faktor nədir? Hər qidalandı, şirniyyat yedikdə insulin atılır. Və şirniyyata da üstün oxuyuram, mən qidanı araşdıranam. Rəngləndirici, dadlandırıcı, palma yağı, emulgator, nə bilim nə qədər yeylər var, Y100 kodlarda belə. Əslində onu biz 500 manatdan çox xərcləyir. Amma xəstə 200 manat dərman tutanda deyir ki, bahadır. Amma sən o qidalanı çıxartsan, heç həkimə gəlməyəcəksən. Heç ehtiyac da olmaz. Ehtiyac olma, həqiqətən deyirəm. Olan tərkibi nədəndir? O emulgatorların əlavə təsirləri nədir biz bilmirik. O rəngləndirici, o dadlandırıcı hansı heyvanlardan, hansı nədən hazırlanır, həqiqətən bilmir. O reklamlara aldanmaq lazım deyil. Ümumiyyətlə heç bir kənardan o şirniyyat almaq lazım deyil. Tamamilə kəsmək lazımdır. Bizim yeməyimiz nehrə yağı olmalıdır, bal olmalıdır, təbii küncüt yağları olmalıdır, təbii hazır sıxılmış zeytun yağıdır, hazır sıxılmış bəzən digər yağlar istifadə edə bilərik. Ətimiz ən xeyirli ətlər hinduşka ətidir, həyət toyuqlarıdır, Azərbaycanda var. Həyət yumurtasıdır, Azərbaycanda var. Yerli məhsullarımızdır. Şükür, hələ ki var, təbii qidalar. Həqiqətən yerli məhsullarımız yüksək səviyyə. Kənardan heç bir şey alınmasa, dilinizi şirin saxlasaq, yeməyi doymadan dursaq, yatmamışdan əvvəl yürüyüş etsək, düzdür? Az oturub, çox hərəkət etsək, nə olsun məsələn 8 saat iş rejimidir. 20 dəqiqədən bir dur, gəz, biraz gərginləş, elə, biraz hərəkət elə, qoy oynaqlara hərəkət keçsin, oynaqlara qan işləsin, əzələr aktiv olsun. Gün ərzində 1-2 dəfə 15 dəqiqə, 10 dəqiqə bir müalicəvi gimnastika elə, yatmamışdan əvvəl yürüyüşün özü sinir sisteminə də, yuxu sisteminə də çox gözəl təsir edir. Yəni bunu edən adamlar heç firma dərmanına ehtiyacı qalmayacaq. Sadəcə sağlam olacaqlar. Həkimə gələcəklər, sağlam həyat tərzinə öyrəcək. Ya da xırda bir şeylərlə gələcəklər. Daha belə ağır formada da, yarıcan formasında. Azad bəy, məsələn bu çox vacib bir nüansdır, insulin dirənci. İnsanların çox hissəsində bu dəqiqə insulin dirənci var. 6 yaşlı uşaqlarda da var. Məhz o davamlı atışdırmalar deyirik. Davamlı tez-tez şirniyyat məhsulundan istifadə olunması. Hər dəfə insulin atır. İnsulin bizdə gündə 3-4 dəfə atılma. Biz onu 20 dəfə tükədirik. Mədalatı vəzi yorulur artıq və blok eləyir. Təsəvvürləyin. Biləmən, birinci səbəbi artıq bu başlayır. Uşaq üçün meyvə şirəsidir, sokdur. Meyvə şirəsi deməyim, belə də qazlı su. Üstündə yazıb ki, uşağın yaddaşının zəifləməsinə səbəb ola bilər. Bəli. Bizim şirkətdir, ad çəkmirəm. Və bir təzə şirkət var idi, sok buraxmışdı. Çox meyvə şirəsi buraxıb, qazlı sokda, belə sok deyək. Üstündə aspartam yazıb. Düzdür, mənim sübutum yoxdur, amma aspartam haqqında fərqli fikirlər var. Belə halbuki heç biri aspartam yazmır da. Zaten ağla gəlmir ki, böyük şirkətlər ora şəkər tozu əlavə eləsin. Düzdür, bizim ata-babamız şəkər tozu yeyiblər. Böyük hərəkətlərlə, yəni ağır xəstəliklər olmayıb. Düz indi bəzilər deyir şəkər ağ ölümdür falandır. Düzdür, indiki şəkərin də tərkibi. Yox, Azad bəy, o qədər şəkər yeməyiblər. Onlar şəkər səhər yeməyində 2-3 qaşıq. Ondan başqa şəkər istifadə olunmur. Vaxt olmayıb zaten bu qədər tortlar yeyilsin. İndi hər gün məsələn mənim yadımda da uşaq vaxtı qonaq gedəndə bir dənə yemək bişirirdilər. Yəni bu yadımdadır mənim.
yəni şimal bölgəsində bir dənə yemək olurdu. Yəni bu Bizim normal zona idi. çox yemək İndi bişirən bir oldu. yemək belə deyək də, yəni çox, yəni ən azı orada Hörmətsizlik ən azı sayılır. 3, bəli, ən azı 3 Hörmətsizlik yemək sayılır, olmalı. bəli. Bəli, bəli. Və bu da Bax bizim o vaxtda şəkər bu qədər istifadə olunmur. Məsələn, şəhər şirincə Dəhşət istifadə daha. olunurdu. Enerji üçün istifadə edirdilər və gün ərzində gedirlər, 20 saat dayanmadan işləyirdilər. Bu bizdə necədir? Yarım saatdan mənim yadıma gəlmir ki, əksəriyyət halsızdır bu dəqiqə. bəli, insulin dirənci. İnsulin. Çünki davamlı şəkildə bu əslində qalsa elmi bir mövzudur. Davamlı şəkildə insulin atılır. İnsulin nəyə görədir? Həmin şəkəri parçalamaqdan ötürü və məədəaltı vəzi çox artıq yorulur. Bir ay məədəaltı gündə 3-4 dəfə, 5 dəfə insulin ifraz edir. Məədəaltı Bu 20-25 şəkərli dəfə. qəbul etdikcə, Bax, şəkərli nə sizə bir sual verim və onu başa düşəcəm. Məsələn, insan yorğundur, şəkərli nəsə yeyir, düzdürmü? Adi enerji gəlir, amma yarım saatdan sonra tükənir. Bəli. Düzdürmü? Bu hüceyrənin içinə şəkəri aparmaq üçün, məsələn, yediyin şəkəri hüceyrənin içinə həmin o insulin çatdırır. Amma bu davamlı olaraq bu insulin işlətdiyi üçün burada artıq şəkər çoxluğundan Allah elə yaradıb ki, burada reseptorlar var da, insulin tanıyır və şəkəri buraxır içə. Onlar artıq öz insulin tanımırlar. Bir şəkəri buraxırlarsa 20-sini buraxmırlar. Başa Və düşdüm. enerji əmələ gəlmir hüceyrənin içində. Sənin qanında şəkər çoxdur, amma içəri girə bilmir. Halsızlıq və Enerji yoxdur artıq. Çünki sənin hüceyrənin üzəri nə ilə tutulub artıq? Şəkərli məhsullarla çirklənib. Və burada ən gözəl üsul aclıq. İnterval aclıq. Sən beynin belə apoptoz gedir də, beynin belə bir xüsusiyyəti var ki, beyin ac qala bilmir. Beyin mütləq hardansa enerji almalıdır, yoxsa tükənir. O da başlayır qarın nahiyəsində, qarcıq üst toxuma, digər tərəfdə bağırsaq üst toxuma. Harda çirklənmiş məhsullar var, onu enerji çevirir. O Çindəki necə ki əlavə məhsullar götürür təzədən enerjiyə başqa bir onlarda yəni ortaqda məhsul olmur da, istehsal olunmaz. Hər şey istehsal edir. Bədən elədir. Bədən belədir ki, beyin orada hardakı hüceyrə ağası üzərində çəkili bir məhsul var, mübadilə məhsulları var, mane olan məhsullar var. Başlayır onun üzərinə çəkir və onu enerji çevirir, başlayır istifadə eləməyə. Ona görə aclıq vaxtı metabolik sindromda biz çox gözəl nəticə əldə edirik. Apoptozdur. Allah Subhanahu taala elə yaradıb. Bunu öz təcrübənizdə də görmüsünüz. İllərlə mən bununla işləyirəm. Yəni pillənmələrdə əsas müalicəm interval aclıqdır. Çox vacibdir. Bir Yapon alimi tapmamışdım ki, oruc tutan vaxtı o diri hüceyrələr başlayır zədələnmiş Hüceyrələri yeməyə. Və həmin şeydir, apoptoz. Bəlkə apoptozdur onun adı. Və ona deyəsən Nobel almışdı ona görə. Bəli, bəli. Hətta səhvləmirəmsə İslam fikrində ən maksimal oruc Görsən, bir məsələn, gündən birdir. Allah Rəsul sallallahu əleyhi və səlləm dövründə mən bunu Sallallahu 7-8 il əvvəl özümdə araşdırdım ki, o dövrdə aclıq idi. O boyda müharibələr Aylarla var. ət pişmirdi Bəli, aylarla Peyğəmbərimiz yemək yeyir. Gün sallallahu ərzində bir dəfə yerdilər, yeməzlər. Amma onların qaldırdığı qılıncı, tonlarla qılıncı bizim ən güclü pəhləvan qaldıra bilməz. Çünki onların hüceyrəsi sağlam idi. Onlarda insulin dirənci yox idi. İnsulin dirənci olmayan hüceyrə də çox enerjili hüceyrədir. Əzələ kütləsi onlarda güclü olur. Yəni biz çox yeməklə elə bilirik ki, güclü ol. Yox, az yeyən insan daha güclüdür. Az və keyfiyyətli qidalanan insan. Yəni Az və gündəlik keyfiyyətli. norma, gündəlik ətin olması çox gözəl bir şeydir. Amma norma. ifrat dərəcədə yox. Normal. Deyəsən ətin yanında da tərəvəz falan olması. Tərəvəzin gündəlik sutkada olması çox vacibdir. Yəni biz tərəvəzlə, biz göyərtilərimizlə, biz müəyyən tam gündəlikdə, yəni meyvəni də ifrat eləmək olmaz, çünki orada da şəkər məhsulları çoxdur. Müəyyən həcmi normada almaqla dayanmadan yox da 1-2 dəfə qidalamalı insan sağlam qalır. Amma dayanmadan yeyən insan heç vaxt sağlam ola bilməz. Bu qablaşdırılmış. O bəli, 50 yaşından yuxarı 10 dənə dərman içən insana çevrilir. Bax, o insanlar həmin insanlardır. Özdə indi məsələn mağazaya girsən, istəsən ki bir turş məzə nəsə tapasan da, şor belə deyək də, şor qal. Yəni baxırsınız ki bir 300-400 çeşid şirniyyat var. Bəli. Hamısının tərkibi, hətta mən birinin tərkibini oxudum, dəhşətə gəldim. O qədər kimyəvi şeylər vurublar ona. Mən çox almıram deyə çox umuram da. Ümumiyyətlə maksimum 1-2 istifadə edirəm. O da istərsiniz evdə uşaq olanda məcbursan arada. Amma belə geniş heç ondan tanımıram heç olsun. Yox, Almıram. mən də çox almıram. Mən seçirəm deyə üstünə oxuyuram. Məsələn bir məhsul var, dünya brendidir. Onu bir yaxın adam gətirdi, qonaqlıq dedim. Mən xalalıya dedim ki, sən oxuyum üstün, bir dənə qulaq üstü idi. O da araşdıran adamdır. Oxudum. Biraz çox təəccübləndi və orada pektin maddəsi vurublar ki, 2 il şirniyyat nəm qalsın. Təsəvvür edirsiniz, şirniyyat 5 gün qalır da. Siz təsəvvür edin ki, bu şirniyyata nə qədər şeylər vurublar ki, bəzən adam nəyə biraz təəccüblənir, çıxır, bir ekspertmi, kimmi, belə deyək, deyir ki, inək südü ziyandır, quzu əti ziyan, yox, qoç əti ziyandır, inək südü ziyandır. Başa düşürəm, ola bilər hansısa kiməsə ziyan ola bilər, məsəl üçün. Necə olur ki, bu Allahın yaratdığı bu şeylər ziyan olur?
Sən siqareti çıxıb belə antireklam eləmirsən. Enerji içkisin belə danışmırsan. Məsələn, insanlar var çips yeyirlər də hər gün günə. Çips, kartof bir gün qalır xarab olur da, düzdür? Çipsə nə vururlarsa bilmirəm, aylarla xarab olmur. Hətta deyirlər transial da pişir. Ziyanlı qidalardan. Hə. Və onkologiya riskini verən qidalardan biridir. Bunu çıxıb pisləmirsən. Ona glutamat vururlar, nə vururlar, nələr vururlar. Hələ texniki kartof o formada qızartmış. Ha, buna pis demirsən. Davamlı istifadəsi güllərdən inək ki gedib yeyir, cürbəcürə. Bu haqqda bir hədis də var. Hətta inək gəzir. Mən əsl süddən danışıram da. Deyirsən o ziyandır. Bu ziyan şeydən danışmırsan, heç ziyandır. Belə deyək də, inək yaş artdıqca müəyyən qidaların istifadəsi bədənin orqanları, məədaltı vəziyyət, qaraciyər öd hissəsində yükdür. Yəni onu istehsalın bax müəyyən maddələri nə lazımdır? Fermentlər. Məədaltı vəziyyəti nə qədər sağlam olmalıdır ki, 50 yaşdan sonra inəyin tərkibində olan zülalı, südün tərkibində olan zülalı parçalaya bilsin. Yəni 50 yaşdan sonra müəyyən şeylər ziyan ola bilər. Biz uşaqla, mən özüm məsələn süd xoşlayıram da, amma durub uşaqla məsələn, amma ömür boyu uşaqdan süd içən insanın zaten buna vərdişi var. Ona bir əlavə təsiri yoxdursa və qanda xolesterin filan maddələr normaldırsa, ona ehtiyac yoxdur. Amma o enerjini sən işlətməlisən.